Allah'ın tələbələri. Bizim ilkin ustadımız Allah'ımızdır. Bizi Allah bu dünyaya ağ səhifə, boş səhifə göndərməyib, gedin doldurun. Yox, Allah bizi göndərəndə bu dünyaya biz dərslər keçib. Bizə yaxşı ilə pis nədə onu izah verir. Ayədir. فَأَلْهَمَهَا فُجُورَهَا وَتَقْوَاهَا. Yaxşı ilə pisi sənə ilham eləmişəm. Gedin dindirin insanlardan, bax elə ayəni qoyaq kənara, yalan danışmaq, sual verirəm sənə, pisdir yoxsa yaxşıdır? Hamı deyəcək pis bir şeydir. Gündə 50 dəfə yalan danışana deyən, yalan danışmaq pisdir yoxsa yox, olmaz, bilmirsən pis bir şey. Bir dənə ona qayıt deyən yalancısına gör neyinir. Mən niyə yalancısın sən? Çünki içi də bilir pisdir. Onun içi təsdiq edir ki, yalan pis bir şeydir. Yaxşı, bunu ona kim öyrədir? Ona buna bağçada öyrədiblər ki, ya, yalan pis bir şeydir. Məktəbdə öyrədiblər. Yox, bizim ustadımız Allah'dır. Bizi elə yaradıb, elə başa salıb ki, biz elə doğulandan bilirik ki, yalan pis bir şeydir. Yalanı insan sonradan öyrənir. Evdə öyrənir, çöldə öyrənir. Görür, ata anaya yalan deyir. Görür, məsələn, ata telefonla danışır. Bir nəvər deyir, haradasan? Bu da deyir ki, mən başqa yerdəyim, evdə deyiləm, sonra danışarıq. Uşaq baxır, evdədir bu. Sən demə yalan danışmaq olarmış. Sonra uşaq başlayır ataya yalan danışmağa. Ata qaydı, niyə yalan danışırsan bala? Ustadı sənsən. Müəllimi sənsən. O yazıq onu bilmirdi. O hem yalan bilirdi. Yalan danışmağı öyrətdi uşağa. Gül kimi uşaq idi o. Düzdür, içində keçirir ha. Düz eləmədim, mən yalan danışdım. La uqsimu bi nəfsil ləvvamə. And olsun insanın içində olan o vicdana Allah and içir. Vicdan öldürür onu. Düz eləmirsən ha, yalan olmaz. Amma nəfsinə bacara bilmir və s.